Təsəvvür edin, illərlə pul yığırsınız və deyirsiniz ki, nəhayət mənim bir evim olacaq. Amma gəlib görürsünüz ki, sizin tanımadığınız başqa 2 nəfərə də bu aldığınız mənzili satıblar. Bəli, bu bir filmdən səhnə deyil. Bu bugün bizim qarşılaşdığımız sıx problemlərdən, sıx rastlanan problemlərdən biridir. Bəs bu halda qanun bizi necə qoruyur? Çıxarışı olmayan, tikintisi bitməyən bir evdən mənzil aldığımızda biz necə özümüzü sığortaya bilərik ki, sabah bu problemlərlə qarşılaşmayaq? Bu videoda mən sizə çox bir vacib mexanizmdən danışacağam. Təminat qeydi. Təminat qeydi nədir? Elə isə gəlin sizə ətraflı izah edeyim. Təminat qeydi nədir? Təminat qeydi belə deyək, dövlət deyir ki, bu ev hələ hazır deyil, amma bu adam üçün saxlanılıb. Yəni şirkət evi başqasına sata bilmir. Satsa bu dərhal üzə çıxır. Bina hazır olanda sən birbaşa çıxarış ala bilirsən. Yəni sadə desək, ev sənin adına qabaqcadan qeyd olunur. Bu bir növ belə deyək də marketdə növbət tutmusunuz və başqası qabağa keçə bilmir. Bunun üçün nə lazımdır? Birinci olaraq müqavilə mütləq notariusla bağlanmalıdır. Yəni sadə kağız, WhatsApp yazışması, nə bilim narahat olma sözləri. Bunlar səni qorumur. Notarius olanda müqavilə rəsmi olur, dövlət bunu tanıyır, təminat qeydi aparmaq olur. İkinci olaraq şirkətin bir də bölünmə planı olmalıdır. Bu nə deməkdir? Bina hazır olanda hansı ev kimə düşər qabaqcadan yazılır. Yəni bu ev sənindir, o ev başqasınındır. Sonra dəyişdirmək olmaz. Yəni bu plan da dövlət reyestrində qeyd olunur. Təminat qeydi necə aparılır? Bunun üçün müqavilə var, plan var. Notarius 3 günə təminat qeydini aparır. Amma bir şərt var. Müqavilədə açıq yazılmalıdır ki, tərəflər təminat qeydinə razıdır. Bu cümlə yoxdursa qeydli olunur. İpoteka məsələsi. Bəziləri deyir ki, bəs bu ev üçün kredit ipoteka götürmək olarmı? Bəli, olar. Amma yalnız bir halda, əgər sənin adına təminat qeydi varsa və müqavilədə bu göstərilibsə, sən ipoteka götürə bilərsən. Amma diqqət edilməsi məqam, bu krediti yalnız həmin ev üçün almaq, yəni həmin ev üçün almaq mümkündür. Yəni sən bu krediti götürüb maşın almaq, toy etmək, səyahət etmək üçün bu krediti götürə bilmərsən. Təminat qeydi nə zaman silinir? Bunun üçün deməli bir neçə hal var. Bina hazır olur və sən çıxarış alırsan. Müqavilə ləğv olunur və ya böyük başqa adama verilirsə təminat qeydi silinir. Bəs niyə hamı bunu etmir? Bunun səbəbi odur ki, təminat qeydi məcburi deyil. Şirkətlər əlavə məsuliyyət istəmir. Alıcı ev əldən çıxar qorxusu yaşayır və çox vaxt insanlar nə olar risk edim deyir. Risk edir, amma sonra problem çıxanda tək qalır. Yəni anlayacağınız odur ki, çıxarışı olmayan ev almaq qadağan deyil. Amma notarial müqavilə yoxdursa, təminat qeydi yoxdursa, orada sən ev almırsan, yük almırsan, sadəcə sənin sadəcə ümidin qalır Allaha. Yəni təminat qeydi olan adam deyir, bu ev mənim olacaq. Təminat qeydi olmayan adam deyir ki, inşallah görək nə olacaq.